İnsanı dünyada və axirətdə alçaldan günahlardan biri də insanın Allaha qarşı və insanlara qarşı təkəbbürlənməsidir. İnsanın haqqa qarşı təkəbbürlü edərək onu rədd etməsi, ondan üz çevirməsi, onu bildikdən sonra ondan üz çevirməsidir. Necə ki, Abdullah ibn Amr ibn As radiyallahu anhumanın hədisində gəlir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm belə buyurmuşdur. Yuhşarul mutekəbbiruna yevməl qiyaməti əmsələz-zər fi suvarir rical yata'uhumun nas bi aqdamihim və yaxşahum əz-zul min kulli məkan. Təkəbbürlü insanları qiyamət günü balaca qarışqalar mislində formasında həşr olunacaqlar. Kişilər surətində balaca qarışqalar kimi. İnsanlar da ayaqları ilə onları tapdayacaqlar və hər tərəfdən zəlillik onları bürüyəcəkdir. Deməli, günahlar zəlillikdir. İnsanın zəlil olmasına, alçalmasına səbəbdir.